Yalandan Erdoğan 25 yıl Turan dedi ha, Turan. Ne dedim ben? Ben Qabil Türkoğlu olarak ne dedim? Ben demedim mi ki ay millet? Bu sümsük diktatorlarla, bu sürtüklerle, bu deyyuslarla, bu sürtüklerle, bu Putin'in ayalarından, ağzından yapışanlarla, bunlarla Turan kurmak yok. Turan'ın T hərfini yaratmak olmaz. Dedim mi? Demedim mi? Dedim. Gördünüz mü? Artık Qazaxıstan, Qırğızistan, Özbəkistan bunlar getdi. Kuzey Türkiyəni arxadan zərbə bıçaqladılar. Arxadan. Erdoğan özü dedi, məni arxadan vurdular. Ay Erdoğan, və bu oyunlar idi də sən qalmaq üçün indiyə kimi hakimiyyətdə. İndən sonra elə sən və İlham Əliyev ancaq arxadan vurulacaqsınız da. Və dəyərli vətənlərim, təsəvvür edin ki, Orta Asiya Türk ölkələri Kuzey Kıbrıs'ı da, yəni Kıbrıs, Kipri, Rumuniyanın torpağı kimi tanıdılar. Bu bir. İkincisi, Türkiye'den ayrıldılar. Dediler siz mezhebi dini mezhebi bilinmeyen adamsınız. Türkiye'nin lider kimi görürdük? Erdoğan Türkiye'ni parçalamak için elinden gelen her şeyi edir. Belə diktaturayla 25 illik biz hökumətlə qabağa gedənmərik. Hamısı Turan birliği kimi nəsə yaranmıştı. Çıxdılar, özləri birlik yarattılar. Özləri. Gördünüz mü? Mən dedim mi ki İlham Əliyev kimi sümsükdən Erdoğan kimi adamla biz Turan qura bilmərik. Dedim mi, demedim mi? Gördünüz mü? Heç anadan olmamış ölü doğuldu. Zaten onlar da bir başında duranlar düzəmməli adam deyil. Özbəkistan, Qırğızistan, Qazaxıstan, Türkmenistan. Sadece bunların da başına duran düzəməlli adam değil. Ama sadece ve sadece. Yani bunlar elə birliği parçaladılar da. Parçaladılar. Yəni ki elə hardansa necə deyirlər, sifariş aldılar. İndi parçalaya bilərlər. Yani burada incəliyə geçsək burada yarım saat danışa bilərəm. Bu niyə parçalandı, nə üçün elədilər, nə inədilər, nə qayırdılar. Erdoğan kimi adamın yanında, İlham Əliyev kimi adamın yanında özünü tanıyan adam qalar mı? Qalar mı? Yox.